Vəhablər sosial şəbəkələrdə dəfələrlə irad edirlər ki, siz körpə, həddi buluğa çatmayan qız uşağı ilə 18+ ondan ləzzət almağı icazəli bilirsiniz. Mən bilmək istərdim ki, onların fikrində belə şey yoxdurmu? Bəli, icazənizlə mən çox maraqlı belə şeyləri sualdır. kompüterə saxlayıram, kompüterimdə. Deməli, Əl-Fətavə Əl-Müasirətu fil-Həyat-əz-Zəvciyyə. Müasir fətvalar. Deməli, burada yazıb rəqəmində fətvanın nömrəsi də filan. Hududul istimta' biz-zəvcəti-səğirə. Diqqətlə qulaq assınlar. Üzr istəyirəm xanımlardan, çox üzr istəyirəm. Səğirə deyəndə, yəni həddi buluğa çatmayan xanımdan, ailədən ləzzət almağın çərçivələri. Bir nəfər adam sual verir. Deyir ki, əhli zəvvəcunu minəs-sığər. Mənim ailəm məni balaca bir uşaqla evləndirdilər. Uşaqlıqdan səğirdirlər. Və mənə dedilər ki, ona yaxınlaşma. Mənim istəyirəm vəzifəmi biləm ki, mən ona nə qədər yaxınlaşa bilərəm. Diqqətlə qulaq assınlar. Onlar ki, deyirlər, nə bilim, körpə, baxın. Baxın, bunu paylaşın, lütfən. Deyir ki, فَإِذَا كَانَتْ هَذِهِ الْفَتَاةِ لَا تَحْتَمِلُ الْوَتْءَ لِصِغَارِهَا فَلَا يَجُزُ وَتْءُهَا. Əgər bu kiçik qız uşağı yaxınlığa dözə bilmirsə, onunla yaxınlıq eləmək olmaz. Yəni, bunlarda meyar yaxınlıq dözməkdir. 3 yaşında uşaq olsun, kök olsun, dözə bilirsə yaxınlıq eləmək olar. Amma orası önəmlidir. Deyir ki, çünki zərər dəyir. Həzrət Peyğəmbər də bu ki, la zərəri ki, bu hədisi də Əlbani səhvi. Və ləhu, bu zovc, bu ər eləyə bilər ən yubaşiraha və yazummaha, onu qucaqlasın və yuqabbilaha, onu öpsün və yənzilə beyni fəxizəyha. Çox üzr istəyirəm. Budularının arasına belə eləsin. Yəni, özünü rahatlasın budularının arasında. Budur, bax, bu sizin fətvasıdır. Bunu hökmən paylaşmaq lazım. Bəli.